Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Şagird yönümlü interaktiv təlimdə iş formaları, time testlərinin izahlarına baxaq. Birinci sualdan başlayaq. Cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirin deyir. Bu cür cədvəl suallarında biz demişdik, uyğunluq istədiyi zaman doğruda doğrunu, yanlışda yanlış götürürük. Amma uyğunsuzluq istədikləri zaman artıq biz doğruda yanlışı, yanlışda isə doğru olan fikri axtarmalıyıq. Baxaq doğrunun altında hansı fikir yanlışdır. Qrupla iş formasını obyektiv qiymətləndirmək mümkün olmur deyir. Yanlış düşüncədir. Təbii ki, qruplarla iş formasının qiymətləndirməsində obyektivlik gözlənilir. Düzdür, digər iş formalarına nisbətən daha çətin aparılır qiymətləndirilməsi, amma obyektiv qiymətləndirmə mümkündür. Bu yanlış fikirdir. Elə biz bunu götürəcəyik yanlış olduğu üçün. Çünki bizə doğrunun altında yanlış lazımdır. 2-də D sinifdə təlim fəaliyyəti 4 formada qurula bilər. Doğrudur. Qrup, bütün sinif, fərdi və cütlərlə iş forması. Bu doğru olduğu üçün bunu götürmürük. Yanlışın altında isə doğru fikri tapmalıyıq. Fərdi iş forması sinifdəki bütün şagirdləri bir fəaliyyətdə birləşdirir. Bu bütün siniflə iş formasına aiddir. Yanlışdır. Yanlışın altında da verilib, amma bizə yanlışın altında doğru lazımdır. Cütlərlə iş şagirdlərə bir-birindən öyrənmə imkanını yaradır. Bu doğru fikirdir. Bəli, cütlərlə iş formasında öyrənməsi çətin olan, zəif olan şagird cütlü şagirddən öyrənir. Bu isə doğru fikirdir. Deməli, doğrunun altında yanlış fikir 1, yanlışın altında doğru fikir 4. Doğru cavabımız C variantı. İş formaları ilə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Yanlış olanı istəyir bizdən. Baxaq. Şagirdlər cütlərlə iş formasında fəaliyyət göstərdikləri zaman aralarında yaranan mübahisələri həll etməkdə çətinlik çəkdikləri təqdirdə bu onların öyrənmə prosesini əngəlləyə bilər. Təbii ki, cütlərlə iş formasında biz cüt şəklində aparıldığı üçün həmin şagirdlər arasında konflikt, mübahisə olduğu zaman təbii ki, bu iş forması uğursuz olar. Bu fikir doğrudur, bunu çıxırıq. Qrupla iş formasında istifadə zamanı iş yükünün şagirdlər arasında qeyri-bərabər paylanması bəzi şagirdlərin prosesdən kənar qalması ilə nəticələnə bilər. Təbii ki, qrupla iş formasında iş bölgüsünü də düzgün aparmaq lazımdır. Bəzi şagirdlər çox, bəziləri az işlədiyi zaman qeyri-bərabərlik olacaq ki, bu da təbii ki, narazılığa səbəb olacaq, prosesdən digər şagirdlər kənarda qalacaq. Ona görə də deyilən bu fikir də doğrudur. C variantında qrup və cütlərlə iş zamanı bəzi şagirdlərin iş zamanı yoldaşlarına arxayın olmaları onların müstəqil problem həll etmə bacarıqlarının formalaşmamasına gətirib çıxara bilər. Bu da doğru fikirdir. Təbii ki, daha güclü şagirdlər daha çox işlədiyi zaman onlarda bir arxayınçılıq yarana bilər. Bu da onların müstəqil problem həll etmə bacarıqlarının qarşısını alacaqdır ki, bu da doğru olduğu üçün çıxarırıq bunu. Müəllim hər bir iş formasının çatışmayan cəhətlərinin olduğunu nəzərə alıb, onları müqayisə etməli, ən uyğununu seçib həmin iş formasına istifadəyə üstünlük verməlidir ki, effektiv nəticə əldə etsin. Bu yanlış düşüncədir. Yəni biz iş formasının çatışmayan cəhətləri olduğunu nəzərə alıb onları müqayisə etməyimiz, ən uyğun olan seçməmiz yox. Biz ümumiyyətlə iş formalarımızı ad standarta uyğun müəyyənləşdiririk. Yəni bunu müqayisə eləyim, ən uyğun hansıdır onu seçim. Təbii ki, bu yanlış düşüncə olacaq. Zaten bütün iş formalarının çatışan, çatışmayan cəhətləri var. Biz bütün iş formalarından istifadə etməliyik. Bu fikir yanlış olduğu üçün doğru cavabımız burada D variantıdır. 7 müəllim bütün siniflə iş formasından istifadə edərkən şagirdlərin eyni vaxtda eyni məlumatı almasını təmin edib onları fəal iştiraka cəlb etməyə diqqət etməlidir. Əlbəttə, bütün siniflə iş formasında kollektiv şəklində aparılır, yəni sinif üzrə aparıldığı üçün təbii ki, eyni vaxtda eyni məlumatı bütün şagirdlərin qəbul etməsinə və hər bir şagirdin fəal iştirakını cəlb etməyə kömək edir. Bu doğru olduğu üçün bunu da götürmürük. Doğru cavabımız yanlış olan fikir D variantıdır. Keçək digər növbəti suala. Üçüncü sual. Şagirdlərin rəy vermə bacarığı yüksək olmadığı halda bu iş forması uğursuz ola bilər. Rəy vermə bacarığı cütlərlə iş formasındaydı. Biz deyirdik ki, cütlərlə iş formasında rəy vermə bacarığı yoxdursa, bu iş forması uğursuz olur. İndi burada yalnız cütlərlə verilən bir variant yoxdur. Biz burada fərdi iş formalarını çıxacağıq. Çünki fərdi iş formasında rəy vermə bacarığı olması vacib deyilən bir
anlayış yoxdur. Yəni fərdi şəkildə olduğu üçün. A-nı çıxırıq fərdi iş yazılıb, C-də fərdidir, D-də fərdi və 7 fərdi iş olduğu üçün onları çıxarırıq. Doğru cavabımız 3-də B variantı olacaq. Cütlərlə və qruplarla iş. Əslində əsasən cütlərlə iş formasına aid etdiyimiz bir fikirdir, amma qruplarla iş formasına da qismən aiddir təbii ki. Çünki qrup şəklində olduğu üçün qrup daxilində rəy vermə də ola bilər. Doğru cavab 3-də B variantı. Keçək 4-cü suala. 4-cü sualda deyir ki, klasteri tamamlamayan fikri müəyyən edin. Bu cür suallarda baxırıq, klasterin bu hissəsində iş formasından biridir deyir. Bu hissəsində həmin iş formasına aid bir fikir verilir. Daha çox deyir, introvert şəxsiyyət tipinə malik şagirdlər üçün uğurludur. Bu fikir hansı iş formasına aiddir? Fərdi iş formasına aiddir. Ümumiyyətlə, introvert və ekstravert terminləri sizə yad terminlərdir hələ ki. Çünki bu haqda hələ öyrənməmisiniz. Introvertlər daha çox özləri problemi özləri həll etməyə, yəni introvert şəxslər fərd-daxili intellektə aiddir. Çünki introvertlər kənar fikirləri düşünmürlər, onların öz düşüncələri, onların öz fikirləri var. Onlar kənardan təzyiqlərə məruz qaldıqları zaman bunu diqqətə almırlar. Yəni introvertlər daha çox sakitliyi sevən insanlardır. Təbii ki, introvertlər özünə qapanıq insanlar sayılmırlar və yaxud da utancaq insanlar sayılmırlar. Sadəcə olaraq tək qalmağı sevən insanlardır bu cür insanlar. Ekstravertlər isə əksinə kənar təsirlərə məruz qalan şəxslərdir və onlar kənardakıların fikirlərinə daha çox önəm verən şəxslərdir. Ona görə də bunların fərqini də bilməyimiz yaxşıdır ki, bizə kömək olsun. Introvertlər fərdi iş formasına uyğundur. Deməli, biz tamamlamayan deyir. Deməli, fərdi iş formasına aid olmayan bir fikir götürməliyik. Baxaq, deyir ki, sinifdə şagird sayı çox olduqda müəllimin hər birinə rəy verməsi çətin ola bilər. Bu fərdi iş formasına aiddir. Bunu götürmürük. Şagirdlərdə əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafına təsir etmir deyir. Təbii ki, fərdi iş forması əlbəttə həm əməkdaşlıq həm də ünsiyyət bacarığının inkişafına təsir etmir. Fərddaxili intellektli uşaqlar üçün daha çox uyğun hesab edilir. Bunu az öncə də qeyd elədik. Şagirdlərdə empatiya hissinin formalaşmasına şərait yaradır. Fərdi iş formasında empatiya yoxdur. Empatiya daha çox cütlərlədir, amma qruplarla da biz götürə bilərik empatiyanı. Amma daha çox cütlərlə iş formasında olduğu üçün tamamlamır klasterimizi. Doğru cavabımız D variantı. 7-də qiymətləndirmə zamanı özünü qiymətləndirmədən istifadə etmək olar. Bəli, fərdi iş formasında ön planda olan özünü qiymətləndirmədir. Doğru cavab 4-də D variantı. 5-ci suala baxaq. Cədvələ əsasən uyğunluğu istəyir. Yəni doğruda doğru, yanlışda yanlış olanı götürməliyik. Müəllimin hansı iş formasından istifadə edəcəyi bir sıra amillərdən asılıdır. Bəli, bu alt standartların təlim nəticəsindən asılıdır. Bir sıra amillərdən asılıdır. Fikir doğrudur. Şagirdlərdə bilik və bacarıqların formalaşdırılması üçün iş formasının düzgün seçilməsi əhəmiyyətlidir. Bu da doğrudur. Müəllim bir akademik saatda bir neçə iş formasından istifadə edə bilər. Bəli, bəzən ola bilər ki, biz həm fərdi iş formasından, həm də siniflə iş formasından və yaxud da qrupla iş formasından istifadə edə bilərik ki, bu da doğru fikirdir. Şagirdlərin əməkdaşlıq şəraitində işləməsi onların informasiyanın müxtəlif proseslərdən keçirilməsinə təsir edir. Təbii ki, əməkdaşlıq olduğu zaman hər kəs həmin məlumat haqqında bir fikir yürüdür, fikir mübadiləsi aparır ki, bu da doğru yanaşmadır. Baxırıq ki, cədvəldə verilən fikirlərin hamısı doğrudur, amma bizə nə lazımdır? Doğrudakı doğrular 1, 2 götürəcəyik. 6-cı sual. Hansı fikir doğrudur deyir. Qruplarla iş formasından əsasən müəllim mərkəzli təlim modelindən istifadə edilir. Bu yanlışdır. Ümumiyyətlə iş formaları şagird mərkəzlidir. Yəni müasir təlim zaten şagird mərkəzlidir. Onun müəllim mərkəzli düşüncəsi yanlışdır. Limitli sayda cavabı olmayan suallar əsasən aşağı təfəkkür səviyyəsinə uyğun olur. Limitli sayda cavabı olanlar aşağı təfəkkür səviyyəsinə aiddir. Bunlara qapalı suallar deyirik. Amma limitli sayda cavabı olmayan suallar açıq suallardır. Bunlar isə yuxarı təfəkkür səviyyəsinə aiddir. Aşağı təfəkkür səviyyəsində olanlar xatırlamaq, anlamaq, tətbiqdir. Bunlar daha çox qapalı tipli olur, amma yuxarı təfəkkür səviyyəsində olan təhlil, dəyərləndirmə
yönləndirmə yaratmaqsa daha açıq tipli olur. Yəni limitli sayda cavabı olmur. Ona görə bu fikir də yanlışdır. Sinifdə suallar təkcə müəllim tərəfindən şagirdlərə yönəldilir. Xeyr, şagird də şagirdə sual verə bilər. Şəxsi suallar verildiyi halda qapalı suallar hisslərə də əsaslana bilər. Bu doğru fikirdir. Şəxsi məsələn, sənin məndən xoşun gəlir sualı verəndə, bu bir şəxsi sualdır. O deyəcək ya xoşlayıram ya da xoşlamıram. Düzdür? Yəni qapalı sual oldu. Qapalı sual oldu ki, limitli sayda cavabı olsun və yaxud da bəli, xeyr şəklində olsun. Hisslərlə əlaqəli olanda da qapalı sual olur. Sən məni sevirsən? Hə, sevirəm və yaxud da yox, sevmirəm kimi cavab veririk. Deməli, bu da qapalı sualdır. Doğru cavab 6-da D variantı olacaq. 7 deyir, qrup işini idarə etmək qaydaları müəllim tərəfindən qoyulması önəmlidir. Xeyr, qrup qaydaları şagirdlərlə bir yerdə qoyulduğu zaman şagirdlər daha məsuliyyətli olur. 6-da doğru cavab D variantı. Keçid edək növbəti sualımıza. 7-ci suala baxaq. Deməli, 7-ci sualda deyir, cədvələ əsasən boş xanalara uyğun ifadələri müəyyən edin. 1 sual, 2 sual. Yaxşı. Digərinə baxaq. Deyir ki, problemin həlli üçün bircə çalışırlar. Problemin həlli üçün bircə çalışırlar. Bunu saxlayaq. İkinci hissəyə baxaq. Burada deyir ki, müəllim monitorinqi mütləqdir. Müəllim monitorinqi mütləq olması biz bilirdik ki, qruplarla iş formasında olur. Yəni, qruplarla iş formasında müəllim monitorinqi mütləqdir. Deməli, 3-də qrupla iş forması olacaq. Baxırıq variantlarda 3-də qrupla iş forması olan hansıdır? Deməli, D variantına baxaq. Çünki 3-də qruplarla. Biz bu cür testlərdə çalışın, ən rahat yolu tapmağa çalışın və yaxud da variantları çıxaraq tapmağa çalışın. Bu zaman daha rahat olacaq sizə. Məsələn, burada birincini tapmaqda çətinlik çəkiriksə, ikinciyə yönəldir fikrimizi. Qrupla iş formasıdır. Düzdür? Deməli, burada qruplarla iş forması olduğu üçün 4-də də ona aid olan fikri tapmalıyam. Düzgün qiymətləndirmə meyarının olması vacibdir. Bu da doğrudur. Deməli, problemin həlli üçün bircə çalışırlar. Bu cütlərlə iş formasına aiddir. Cüt şəklində işlədikləri üçün problemin həlli üçün bircə çalışa bilərlər. Və 2-də isə cütlərlə iş formasına aid olan fikir şagirdlərdə özünü həmsöhbətlərin yerinə qoya bilmək. Yəni, empatiya bacarığı formalaşır ki, bu da cütlərlə iş formasına uyğundur. Doğru cavab D variantı. 8-ci sual. Eyler-Venn diaqramına əsasən sual işarəsinin yerinə yazılmalıdır. 1-də qruplarla, 2-də bütün siniflər iş formasıdır. Onların ortaq bir növ cavabı tapmalıyıq. Çünki sual işarəsi ortada qoyulubdur. Baxaq. Bütün şagirdlərin prosesə cəlb olmasını təmin edir. Bu doğrudur. Qruplarla da işləyəndə cəlb olunurlar. Bütün siniflərdə olduğu zaman bütün şagirdlər prosesə cəlb olunur. Bunu götürə bilərik. B-də deyir, şagirdlər öz tempi ilə işləyir. Öz tempi ilə işləmək fərdi iş formasındadır. Burada fərdi işlə bağlı fikir yoxdur. Şagirdlərin kiçik komandalarda fəaliyyət göstərərək tapşırıqları həll etməsidir. Bu kiçik komandalar qruplara aid, amma bütün sinifə aid deyil. Yəni, ortaq bir fikir deyil. D-də deyir, qiymətləndirmə zamanı meyarlar əvvəlcədən şagirdlərə bildirilməlidir. Ümumiyyətlə, bütün iş formalarında qiymətləndirmə meyarları şagirdlərə əvvəlcədən bildirilir. Ona görə də bu da hər ikisinə aid olan ortaq xüsusiyyətdir. Doğru cavab A, D. 9-cu sual. Müəllim şagirdlərə konsertə maraq yaratmaq üçün afişanı necə tərtib etmək olar deyə sual ünvanlayır. Sual-cavab sessiyasında sinifdə hər kəsin düşünməsinə şərait yaradın. Hər kəsin düşünməsi. Bu bütün siniflə iş formasına aid olan fikir olacaq. Çünki müəllim ümumilikdə sualı sinifə yönəldir və hər kəsin düşünməsinə şərait yaradır ki, bu bütün siniflə iş formasına uyğundur. Keçək növbəti suala. 10-cu sual. 10-cu sualda deyir ki, uyğunluq pozulmuşdur. Uyğunluq pozulmuşdur. Uyğunluq pozulmuşdur dediyimiz zaman buradakı fikir, yəni bax bu hissədə olan fikir doğrudursa, qarşısındakı yanlış olmalıdır ki, uyğunluq pozulsun. Uyğunluq gözlənilmişdir deyəndə doğru fikrin qarşısında doğru yazılmalıdır. Yanlış fikrin yanında yanlış yazılmalıdır. Amma bizdən pozulmuşdur soruşur. Ona görə də biz doğru fikrin qabağında yanlış, yanlış fikrin qabağında doğru olanı tapmalıyıq.
Deməli, qrup iş formasının istifadəsi zamanı şagirdlərin əməkdaşlıq etməsi onların yeni ideyaların formalaşmasına təkan verib, yaradıcılıqlarını inkişaf edir. Bəli, qrupla iş formasında əməkdaşlıq var, yaradıcılıqları inkişaf edir. Bu doğru düşüncədir. Amma qabağında yanlış yazıldığı üçün uyğunluq burada pozulubdur. Biri götürəcəyik. Fərdi işin qrup işi ilə müqayisədə effektivliyi tapşırığın xarakterindən və bu iş formasına cəlb olunan şagirdlərin xüsusiyyətlərindən asılıdır. Fərdi işin qrup işi ilə müqayisədə effektivliyi xarakterindən və iş formasının. Bəli, bu doğru fikirdir. Elə qabağına da doğru yazılıb. Burada uyğunluq gözlənilibdir. Bunu götürmürük. Qrup müzakirələri şagirdlərin müxtəlif mühazirələri ətraflı şəkildə araşdırmağa imkan verir. Nəticədə bu onlara qərar qəbul edərkən düşünülmüş seçimlər etməyə yardım edir. Bu da doğru fikirdir. Amma qabağında yanlış yazılıbdır. Deməli, uyğunluq burada da pozulubdur. Üçü də götürürük. İş formalarının tətbiq zamanı müəllim və şagirdlər müxtəlif çətinliklərlə qarşılaşsalar da, aydın təlimatlar, məqsədyönlü fəaliyyətlərlə onların effektivliyini artırmaq mümkündür. Bu da doğru yanaşmadır, doğru fikirdir. Qabağına da doğru yazılıb, uyğunluq burada pozulmayıbdır. Pozulanlar hansılar oldu? 1 və 3 oldu. İkisi də doğrudur, amma qabağına yanlış yazılıb, uyğunluq pozulubdur. C variantı. 11-ci sual. İş formaları haqqında deyilənlərdən hansı fikir doğrudur? Fərdi iş forması ekstravert şəxsiyyət tipinə malik şagirdlər üçün uyğundur. Ekstravert yox, introvert. Bu yanlışdır. Daha sonra cütlərlə iş zamanı özünü qiymətləndirmə. Cütlərlə yox, fərdi işdə özünü qiymətləndirmə olur. Qrup qaydalarını müəllim özü tərtib etsə şagirdlər daha çox. Müəllim yalnız tərtib etmiş, şagirdlərlə birlikdə tərtib olunur. Bu da yanlışdır. Bütün siniflə iş zamanı xaotik səs-küyün olması normaldır. Bu işçi atmosfer mühitinin göstəricisidir. Xeyr, xaotik səs-küy yox, işgüzar səs-küy olarsa bunu biz doğru götürərdik. Xaotik səs-küy deməli sinifin zəif idarə olunmasının olduğunu göstərir. Ona görə bu fikir də doğru deyil. Qruplarla iş zamanı düzgün meyarlar olmadıqda qiymətləndirmə zamanı rəqabət yarana bilər. Bəli, bu qruplarla iş formasına aid olan fikirdir. Düzgün meyar olmayanda şagirdlər arasında qiymət üzərində rəqabət yarana bilər. Doğru fikir Y variantı. Keçdik 12-ci suala. Şagirdlər öz templəri ilə işləyir, bildiklərindən daha əmin olur, müstəqil iş zamanı onlar üçün münasib olan üsul və strategiyaları müəyyənləşdirə və istifadə edə bilər. Bu öz templəri ilə işləmək fərdi iş formasındadır. Rahat sualdır məncə. A variantı olacaq burada. Keçid edirik növbəti sualımıza. 13-cü sual. Baxaq. Deməli, 13-cü sualda deyir ki, klasterə uyğun gəlməyən, yenə bir klaster və uyğun gəlməyən istəyir. Bütün siniflə iş yazılıbdır. Burada da ona aid fikir yazıb, şagirdlərin prosesə cəlb olunmasını təmin edir. İndi 2-dəki elə olmalıdır ki, bura uyğun olmasın. Yəni, bütün siniflə iş formasına uyğun olmayanı tapmalıyıq. Utancaq şagirdlər öyrənmə prosesindən kənarda qalırlar. Bu aiddir. Bu bütün sinifə aid olan fikirdir, götürmürük. Hər kəsin cəlb olunması baxımında əhəmiyyətlidir, doğrudur. Şagirdlər arasında ünsiyyət inkişaf edir. Bəli, bu da bütün sinifə aiddir. Ünsiyyət formalaşır. Düzgün qiymətləndirmə meyarı olarsa, obyektiv qiymətləndirmə təmin etmiş olar. Bu da doğru fikirdir. İntrovert şəxsiyyət növünə sahib şagirdlər üçün daha məqsədə uyğundur. Bu yanlışdır, çünki introvertlər fərdi iş formasına uyğun olur. Doğru cavab 13-də Y variantı. 14. Uyğunluğu müəyyən edin. Baxaq, fərdaxili intellektdə və introvert şəxsiyyət növünə sahib şagirdlər üçün daha uğurludur. Bu 1 fərdi iş formasına aid olacaq, yəni 1-ə A. 2-də deyir, cütlərlə iş, şagirdlərin bir yerdə öyrənməsi, tapşırıq yerinə yetirilməsi üçün deməli, bir-birinə əməkdaşlığı, qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Elə 2-yə B olacaq. Müzakirə zamanı daha çox ideyaların toplanması üçün effektivdir. Bu da bütün siniflə iş formasına aiddir. Deməli, 1A, 2B, 3C. 14-də A variantı. 15-ci suala baxaq. Deyir ki, qiymətləndirməsi zamanı daha çox yoldaş qiymətləndirməsindən istifadə olunur. Hamısını oxuyaq, ondan sonra uyğunlaşdıraq. Fərdaxili intellektli uşaqlar üçün daha məqsədə uyğundur. Eyni bir fəaliyyət bütün sinifə aid edir. A-da baxaq. Auksion üsulunun tətbiqi zamanı istifadə olunur. Auksion üsulu, auksion hərrac deməkdir. Bu, bütün siniflə aparılan bir iş üsuludur. Düzdür, iş üsullarını hələ öyrənməmişsiniz. Bütün siniflə aparılan bir iş üsuludur. Auksion ibtidai siniflərdə daha çox aparılır. Hərrac da deyə bilərik buna. Bu fikrə doğru olan
3 olacaq. Eyni fəaliyyət bütün sinifə əhatə edir. Bütün sinifə əhatə edirsə, bu auksiyona aiddir. 3-ə A-nı götürək. Sinifdə şagird sayının çox olması bu iş formasının keçirilməsində çətinlik yarada bilər. Bu fərdi iş formasına aiddir ki, bu da fərd daxili intellekt, yəni ikinciyə aid olacaq. Yəni 2-yə B-ni götürək. Uşaqların rəy vermə qabiliyyəti yüksək olmalıdır. Bu cütlərlə iş formasına aiddir. Bu da yoldaş qiymətləndirməsi deyilsə, bu daha çox cütlərə uyğundur. Deməli 1-ə də C olacaq. Deməli 1C, 2B, 3A. C variantı. Baxın, burada yoldaş qiymətləndirməsi var. Demək, bu cütlərlə iş formasına aiddir 1-dəki. 2 fərdidir. 3 isə bütün siniflərdir. İndi A bütün sinifə aiddir. B fərdi işə aiddir. C isə cütlərlə iş formasına aiddir. Bunu əsasən də bu şəkildə də uyğunlaşdıra bilərik. 16-cı sual, baxaq. Hansı iş forması fərd daxili intellektə malik olan şagirdlər üçün daha effektivdir? Biz dedik, fərd daxili fərdi iş formasına aiddir. Keçək 17-ci suala. Deməli, 17-ci sualda deyir ki, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Baxaq uyğunluğa. Deyir ki, fərdi işdə şagirdin özünü qiymətləndirməsinin obyektiv aparılması üçün düzgün meyarların tərtib olunması vacib amildir. Ümumiyyətlə, düzgün meyarların qiymətləndirmə meyarlarının olması əlbəttə ki, hər bir iş formasına daha obyektiv qiymətləndirməsinə kömək eləyəcək. Bu doğrudur. Cütlərlə işi daha operativ qiymətləndirmək üçün qarşılıqlı qiymətləndirmədən istifadə etmək mümkündür. Bəli, cütlərlə işi formasında qarşılıqlı, yəni yoldaş qiymətləndirməsi mümkündür. Qrup işi zamanı müəllim həm məzmunu, həm də şagirdlərin qazandıqları bacarıqlar qiymətləndirilə bilər. Bəli, qrup işi zamanı biz hər tərəfli qiymətləndirmə aparırıq. Həm onların dərsin məqsədinə nə qədər gəlib çatdığını, həm də qrup fəaliyyətlərinə qiymətləndiririk. Bu da doğrudur. Bütün siniflə iş forması zamanı qiymətləndirmə müəllimin hazırladığı meyarlar əsasında aparılır. Təbii ki, qiymətləndirmə meyarları müəllim tərəfindən hazırlandığı üçün bu da doğrudur. Hamısı doğrudursa, bizə ancaq doğrudakı doğrular lazımdır. 1, 2, C variantı. 18. Yanlış fikri müəyyən edin. Yanlışı tapmalıyıq biz burada. Deməli, cütlərlə iş zamanı istifadə edilən yoldaş qiymətləndirilməsi şagird yönümlü qiymətləndirmədir. Əlbəttə, yoldaş qiymətləndirməsi şagird yönümlüyə aiddir, çünki qarşılıqlı qiymətləndirmə var. O yanlış istəyir bizdən bir dəqiqə. Bunu çıxırıq. Bu doğrudur. Müəllim gündəlik planlaşmada hansı iş formasından istifadə edəcəyini qeyd etməlidir. Bəli, gündəlik planlaşmamızda biz həm iş formasını, həm hansı iş üsulundan istifadə etməliyik, onları qeyd edirik. Bu da doğrudur. Fərddaxili intellektə və introvert şəxsiyyət tipinə malik şagirdlər cütlərlə iş formasına maraq göstərməyə bilər. Əlbəttə, doğrudur. Fərddaxili intellekt, introvertlər daha çox fərdi iş formasına maraq göstərirlər. Bu doğru fikirdir. Deyil, fərdi iş forması zamanı qarşılıqlı qiymətləndirmədən istifadə edilmir. Xeyr, bax bu düşüncə yanlışdır. Düzdür, qarşılıqlı qiymətləndirmə cütlərlə iş formasında daha ön plandadır. Amma fərdi iş formasında deyirdik ki, həm müəllim qiymətləndirməsi, həm özünü qiymətləndirmə, həm də yoldaş qiymətləndirməsi var. Ona görə də biz bizdən yanlış fikri istəyir. Fərdi iş forması zamanı qarşılıqlı qiymətlə... Hətta bu yanlışdır, istifadə edilir. Zənn etdim ki, burada edilir yazılır, amma edilmir yazı. Yanlış olan D variantıdır. Təbii ki, hər üç formasından da istifadə edilir. Həm özünü qiymətləndirmə, həm qarşılıqlı, həm də müəllim qiymətləndirməsi var. Edilir olmalıydı. Edilmir yazır, ona görə də bu yanlışdır. 7 deyil, şagirdlərdə həyati bacarıqlarını formalaşdırmaq baxımından qrupla iş forması məqsədə uyğundur. Bu da doğru olduğu üçün götürmürük. Yanlış olan D variantıdır. Yenə də deyirəm, fərdi iş formasında həm özünü qiymətləndirmə, həm yoldaş qiymətləndirməsi, həm də müəllim qiymətləndirməsi var. 19-cu suala baxaq. Hansı fikir doğrudur? Doğru olanı istəyir. Müəllim auksion iş üsulunu fərdi iş forması ilə reallaşdırır. Xeyr, auksion iş üsulu bütün siniflə iş forması ilə reallaşdırılır. Çünki auksion bütün siniflə aparılan bir iş üsuludur. Sinkveyn üsulu yalnız bütün siniflə iş formasına həyata keçirilir. Bu sualı biraz yazmaqda çətinlik çəkə bilərsiniz. İş üsulları ilə uyğunlaşdırmalıdır. Sinkveyn iş üsulu fikrin lakonik ifadə edilməsidir. Yəni, mətnləri qısa şəkildə, lakonik şəkildə ifadə etməyimizdir. Bunu bütün siniflə aparmırıq. Ona görə də bu fikir də doğru deyil. Komanda şəklində araşdırma bacarıqlarını formalaşdırmaq üçün yalnız cütlərlə iş üsulundan istifadə olunur. Yalnız cütlərlə yox, qrupla iş forması da ola bilər. Bu da yanlışdır. Fərdi iş zamanı şagird öz inkişaf dinamikasını izləməyi öyrənir. Bu doğrudur. Şagirdləri çevik qiymətləndirmək üçün müəllim ilk növbədə məzmunu qiymətləndirməlidir. Xeyr.
Bu yanlış düşüncədir. CV qiymətləndirmək üçün, yəni fikir olaraq yanlış bir fikirdir. Bunu da götürmürük. Doğru cavab D variantı olacaq. Hansı iş formasında bilik və bacarıqların tətbiqi üçün daha çox şərait yaranır? Fərqli fəaliyyətlər həyata keçirilməsinə şərait yaranır. Bu qruplarla iş formasına aid olan bir fikirdir ki, qruplarla iş formasında deməli, qruplarla iş formasında həm bilik və bacarıqların tətbiqi üçün daha çox şərait yaranır, həm də fərqli fəaliyyətlər həyata keçirməyə şərait yaradır. Bu, qruplarla iş formasına aid olan düşüncədir. Doğru cavab 20-də C. Keçid edək növbəti suallara. 21-ci sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Yenə uyğunluq istəyir bizdən. Doğruda doğru, yanlışda yanlışı tapmalıyıq. Dərsdə istifadə olunan iş formasını mövzuya uyğun seçməliyik. Yanlış, ad standartımıza, ad standartdan çıxartdığımız təlim nəticəsinə uyğun olmalıdır. Bir yanlışdır. İl ərzində müəllim bütün iş formalarından istifadə etməlidir. Bu doğrudur. Daha sonra sinifdə şagird sayı çox olduqda bəzi iş formalarından istifadə etmək çətin ola bilər. Məsələn, fərdi iş, ona görə bu doğrudur. Bütün siniflə iş zamanı şagirdlərə müxtəlif fəaliyyətlər verib, onlarda yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olar. Bu bütün sinifə aid deyil, bu qruplarla iş formasına aid olan fikirdir. Bu yanlışdır. Deməli, doğrunun altında doğru 2-yə, yanlışın altında yanlış 4-ə aiddir. 2-4 Y variantı. 22. Bu iş formasında şagirdlərdə həmçinin bir-birini fəal dinləmək bacarığı da formalaşır. Bu iş forması öyrənmə prosesində çətinlik çəkən şagirdlərin güclü şagirdlərdən öyrənməsinə şərait yaradır. Şəxslər arası intellektə sahib şagirdlər üçün xüsusilə əlverişlidir. Bu fikir tamamilə cütlərlə iş formasına aid olan bir fikirdir. Amma yerə baxırıq variantlarda yalnız cütlərlə yazılan variant yoxdur. Deməli, biz fikrimizi tamamilə düzəldirik. Məsələn, güclü şagirddən öyrənir. Bu fərdiyə aid ola bilməz. A-nı çıxırıq. Ancaq qruplarla işə aid deyil. Çünki cütlərdə öyrənmişik bunu. Bütün sinifə aid deyil. Fərdiyə aid deyil. Doğru cavab B variantı olacaq. Bu cümlələr tamamilə cütlərlə iş formasında verilən fikirlərdir. Amma təbii ki, bu fikirlər həm də qruplarla iş formasına aid də edə bilərik. Bir şəkildə verdiyi zaman variantlarda. Burada bizim başqa variant seçimimiz yoxdur. Ancaq cütlərlə yazılsaydı götürə bilərdik. Amma cütlərlə və qruplarla işdə də şəxslər arası intellekt və güclü şagirddən öyrənmə təbii ki, olur. Ona görə də doğru cavab kimi B-ni götürə bilərik. 23-də aşağıdakılardan hansılar müəllimin fasiltasiyası ilə bağlı yanlışdır? Fasiltasiya müəllimin müvəqqəti dəstəyi, müvəqqəti kömək etmək, şagirdə istiqamət göstərməyi deməkdir. Baxaq, şagirdlərdə öyrənməyə motivasiya yaradılmasına xidmət edir. Yeni anlayışları izahsız verməlidir. Yanlışdır. Yanlışı istəyir bizdən. Şagirdlərə öyrənməyə motivasiya yaradılmasına xidmət edir. Bu doğrudur. Amma bizdən yanlışı istədiyi üçün bunu götürmürük. Yeni anlayışları izahsız verməlidir. Xeyr, izahın verməlidir. Bunu götürməliyik, içini götürəcəyik. Qrup işinin əməkdaşlığına əsasən qiymətləndirilir. Bu da qruplarla iş formasında fasilitatorluq olduğu üçün 3-ü də götürürük. Şagirdlər arasında əməkdaşlığın yaranmasına şərait yaradır, müzakirəni artırır. Yanlışı istəyir bizdən. Burada yanlışı istəyir bizdən. Qrup işini biz əməkdaşlığı əsasən qiymətləndirmirik. Yalnız. Burada artıq yanlış olan nədir? Deməli, biz bir dəqiqə yanlışı istədiyi üçün düzgün işarələyək. Bizdən yanlışı istəyirsə, burada yanlış olan bir doğrudur, biri götürmürük. 2 yanlışdır, izahsız verməməlidir, izah verməlidir, 2-ni götürəcəyik burada. 3-də deyir, qrup işinin əməkdaşlığı əsasən qiymətləndiririk. Xeyr, qrup işini qiymətləndirərkən düzdür, əməkdaşlığa da baxırıq, amma əsasən əməkdaşlığa qiymətləndirmirik. Orada bir çox məqam var, ona əsasən qiymətləndirmə aparırıq ki, 3-də yanlışdır. Şagirdlər arasında əməkdaşlığın yaranmasına şərait yaradır, müzakirəni artırır. Bu doğru fikirdir. Deməli, bizim düzgün olan cavabımız 2-3-dür. Çünki 2 ilə 3 yanlış düşüncə olduğu üçün. 24-də baxaq. Müəllim şagirdlərə natiqlik məharətini malik olmaq üçün nə etmək lazımdır sualını ünvanlayır. Düşündüklərini yazmaq üçün onlara iş vərəqləri verir. Lakin müəllim hər bir şagirdin fəaliyyəti ilə lazım qədər maraqlana bilmir.
çünki vaxt çatmır. Vaxtın məhdud olması hər bir şagirdə münasibət bildirməyə mane olur. Bu fərdi iş formasındadır. Şagird sayı çoxdur. Hər bir şagirdə mən iş vərəqi verim, onunla əks əlaqə qurum. Təbii ki, vaxt baxımından mən çatdıra bilmərəm. Doğru fikir burada C variantı olacaq. Keçid edək növbəti suala. 25-ci sualda deyir ki, müəllim şagirdlərdə özünü həmsöhbətinin yerinə qoya bilmək, yəni empatiya. Empatiya nədir? Başqasının yerinə özümüzü qoya bilməyimiz, onun hiss və həyəcanlarını anlaya bilməyimiz deməkdir. Onlara verilən mövzu ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıb ortaq nəticəyə gəlməyi tapşırır. Empatiya hissi daha çox cütlərlə iş formasındadır. Amma cütlərlə iş forması ilə yanaşı biz qruplarla işdə də empatiya hissinə rast gələ bilərik. Fərdi işdə yoxdur ümumiyyətlə. Ona görə də B çıxır, C çıxır, D çıxır. Bütün siniflərlə də empatiya yoxdur. Doğru cavabımız qrupla və cütlərlə olacaq. Yəni A variantı. 26. Müəllim dərsi tədris edərkən şagirdlərin internet və sosial şəbəkələri şəxslər arası münasibətlə necə təsir edir sualını ünvanlayır. Şagirdlər müxtəlif fikirlər irəli sürərək dərsə cəlb olunurlar. Lakin sinifin idarə edilməsi zəif olduqda müəllimin seçdiyi iş forması uğursuz ola bilər. Bu bütün sinifə aiddir. Sinifin idarəsi zəifdirsə xaotik səs-küy olacaq. Bu da bütün siniflə iş formasına aiddir. Çünki artıq işgüzar səs-küy yox, burada xaotik səs-küy baş verəcək ki, düzgün sinifin idarə edilməsi yoxdursa və həm də bütün sinifə ünvanlanmış bir sualdır. Şagirdlər müxtəlif fikirlər irəli sürəcək. Bütün bunlar hər birisi bütün siniflə iş formasına aid düşüncələrdir. C variantı 26-da. 27. Müəllim şagirdlərə öz növbəmi gözləyirəm, yoldaşlarımı diqqətlə dinləyirəm, payıma düşən işi vaxtında yerinə yetirdim kimi ifadələr olan qiymətləndirmə üçün forma verir. Müəllim dərs bu iş forması ilə tədris etməklə yaxın inkişaf zonasında inkişaf elətdirir. Yaxın inkişaf zonası hansı iş formasındaydı? Qruplarla iş formasındaydı. Həm öz növbənçisini gözləyir, həm yoldaşlarını diqqətlə dinləyir. Bunlar hər birisi qruplarla iş formasına aiddir. Ümumiyyətlə, yaxın inkişaf zonası qruplarla işdə ön plandadır. 27-də deyil. 28-ə baxaq. Bu iş forması zamanı şagird öz öyrənməsi haqqında dəqiq məlumata malik olur. Özü üçün strategiya. Artıq özü üçün varsa burada özü üçün strategiya qurur. Öz öyrənməsi haqqında məlumata malik olur. Bu fərdi iş formasına aid olacaq. 29. Hansı iş forması hər zaman ekstravert şagirdlər üçün əlverişsiz hesab oluna bilər? Hər zaman deyirsə, bu fərdi işə aid olacaq. Çünki fərddə yalnız introvert şəxslərə aiddir. Amma ekstraverti biz cütlərə də aid edə bilərik, qruplara da aid edə bilərik. Cüzi miqdarda təbii ki, qismən ekstravertlərə də aiddir. Amma fərdi iş formasında əlverişsiz hesab olunur. Çünki fərdi iş formasında introvertlərə uyğundur. 29-da C. Növbəti suallara baxaq. 30-cu sual. Deməli, verilən xüsusiyyətlər hansı iş formasına aid deyil? Şagirdlərin bir-birindən öyrənmək imkanları olur. Problemin həlli üçün birgə çalışırlar. Şagirdlərdə yardımlaşma bacarıq formalaşır. Olmur, aid deyil, fərdi işə. Fərdi iş formasına aid olmayacaq. Çünki burada problem fərdi şəkildə öz templərində işlədikləri üçün nə problem həlli üçün bircə çalışma var, nə yardımlaşma var, nə bir-birindən öyrənmə var. Çünki fərdi şəkildə aparılır. 30-da doğru cavab D variantı. 31. Fərdi iş formasına aid olmayan fikri müəyyənləşdirin. Hər bir şagirdin fəaliyyəti ilə maraqlanmaq düzdür. Fərdi işdə biz gərək hər bir şagirdlə ayrı-ayrı maraqlanaq. Fərdi olaraq əks əlaqə qurmaq bu da aiddir. Fəaliyyətlərə rəy və münasibət bildirmək bu da aiddir. Ayrı-ayrılıqda biz gərək onların fəaliyyətlərinə rəy və münasibət bildirək. Fəaliyyətləri vaxt baxımından vaxtında qiymətləndirə bilmək düzdür. Çünki bizim şagird sayı çox olarsa vaxt baxımından çatdırmaya bilərik. Düzgün qiymətləndirmə meyarı olmadıqda şagirdlər arasında yersiz rəqabət qruplarla iş formasına aiddir. Doğru cavab Y variantı olacaq. Hansı iş formasında bəzi şagirdlər çox, bəziləri az işləyə bilir ki, bu da şagirdlərin fərdi fəaliyyətlərini izləməyə çətinlik yaradır. Bu cütlərlə və qruplarla iş formasına aiddir. Daha çox qruplarla iş formasına aiddir. Amma burada bu şəkildə verildiyi üçün variantlarda biz D-ni götürəcəyik. Daha çox qruplarla iş formasında bu problem yaradır. Amma cütlərdən biri bu şəkildə olduğu zaman uğursuz ola bilər. 32-də D. 33. Müəllim qruplarla iş formasını qiymətləndirən zaman dərsin məqsədindən gələn tələbi
kənara qoyaraq yalnız qrup işi üçün tələb olunan bacarıqları qiymətləndirir. Bu zaman müəllim qiymətləndirmənin hansı prinsipini pozmuş olur? Əslində bu tip sualları bu mövzularda verməməlidirlər. Çünki keçmədiyiniz mövzularda qiymətləndirmə iş formalarından sonra öyrənirsiniz. Ona görə sizin üçün bu sualın səhv yazılma ehtimalı daha çoxdur. Qiymətləndirmədə iki cür prinsip var. Uyğunluq və davamlılıq prinsipləri. Uyğunluq prinsipi odur ki, biz şagirdləri qiymətləndirən zaman keçdiklərimizə əsasən qiymətləndiririk, keçmədiklərimizə əsasən yox. Burada da görürsünüz, yalnız qrup işi üçün tələb olunan bacarıq qiymətləndirir. Deməli, burada uyğunluq pozulubdur, uyğunluq prinsipi pozulubdur. Çünki biz burada təkcə qrup işi üçün tələb olunan bacarıqları yoxdur. Burada hər tərəfli qiymətləndirmə aparmalıyıq. Həm qrupdakı fəaliyyətləri, həm də təlim nəticəsində əldə ediləcək bilik və bacarıqların nə qədər çatdığını qiymətləndirməliyik. Uyğunluq prinsipi olacaq. Yenə də deyirəm, bu mövzuya çatmamısınız. Ona görə də bu sizə çətin ola bilər. Amma mövzuları tam mənimsədikdən, bildikdən sonra işləmək daha rahatdır bu tipdə olan sualları. 34 klasteri tamamlayın iş formalarından biridir. Sual-cavab prosesi zamanı hər kəsin anlamasını təmin etmək mümkün olur. Sual-cavab prosesi bu bütün siniflər iş formasına aid olan düşüncədir, müəllimlər. Çünki sual-cavab prosesi zamanı hər kəsin anlamasını təmin edirsə, bu bütün sinifə aiddir. Y variantı. Və son olaraq 35-ci suala baxaq. Bir dəqiqə. Bu iş formasına layihə işləri zamanı daha çox müraciət edilir. Dərs zamanı müxtəlif fəaliyyətlər həyata keçirməyə şərait yaradır. Verilmiş xüsusiyyət, layihə işi varsa bu qrup şəklində aparılır. Layihə işləri adətən yox, elə daha çox qrup şəklində aparıldığı üçün bu qruplar da iş formasına aid olacaq. Həm də dərs zamanı müxtəlif fəaliyyətlərin həyata keçirilməsi, bu da qruplar da iş formasında verilən fikir, düşüncə idi. Doğru cavab 35-də D variantı olacaq. İş formaları bu qədər, müəllimlər.